Salam əziz rus dili sevərlər. Mən Fidan Türksoy. Kim çoxdan izləyirsə tanırsınız və şadam. Kim ilk dəfədir görürsünüz, mütləq abunə olun. Çünki bu video, daha doğrusu bu səhifə sırf sənə kömək etmək üçündür. Gələcəyini dəyişmək üçün. Bilirsiniz ki, müasir zamanda hər xarici dil bizim üçün çox və çox vacibdir. Deməli, uşaqlar, ilk öncə özüm haqqında deyim ki, kim ilk dəfədir görür məni, mən artıq 11 ilə yaxındır ki, Azərbaycanda rus dili tədris edirəm, rus dili öyrədirəm. Öz kitablarım, metodikam var. Yəni, sırf öz kitabım və metodikam əsnasında öyrədirəm. Və ilk dərsdən hər bir şagirdim nəticəsini görür. Bu da ona motivasiya verir ki, davam etsin ürəklə irəli getməyə. Gəlin bugün sizə v və na qoşmasından danışam. V nə zaman istifadə olunur, na nə zaman istifadə olunur. V qoşması əşya neyinsə içərisində olanda. Məsələn, v karmani, v şkafu. Bağlı məkanlarda. В библиотеке, в школе, в комнате. Şəhərlər, ölkələr, rayonlar, kəndlər və s. В городе, в деревне və yaxud в Baku, в Moskve və s. və ilaxır. Amma onu da qeyd edim ki, adalardan danışanda orada na qoşması istifadə olunur. Na ostrovе. Məsələn, na ostrovе və adanın adını deyirsən. Na istifadə olunur. Na qoşması başqa nə zaman istifadə olunur? Bir sözlə deyim ki, v qoşmasının əksilərinin hamısı nadır. Necə yəni? Məsələn, biz dedik ki, v qoşması nəyinsə içərisində olandadır. Deməli, na qoşması nəyinsə üzərində olanda, üstündə olanda. Stolun üstündə, na stoli. Stulun üstündə, na stuli. V qoşması bağlı məkanlardadır. Deməli, avtomatik na qoşması açıq məkanlardadır. Na ulici, küçədə. Na ostanovki, dayanacaqda və s. və ilaxır. Üçüncü, məcazi mənalar adlandırırıq. Yəni, işdə hər hansı bir yer, hara ki iş adlanır, yoxdur. Rabota işdir. Yəni, kim hansı sahəyə yiyələnibsə, o da onun işi sayılır. Kimsə proqramistdir, evdən işləyir, kimsə kompüter düzəldəndir, gedir məsələn, haradasa kiminsə evində kompüterini düzəldir, nə bilim, kondisioner ustasıdır və s. O da onun işidir. Ona görə də biz burada na работе deyil. Əgər deyil ki, mən işdəyim. Na svadьбе, toyda. Toyun özü harda olur? Restoranda. Düzdür? Açıq, bağlı, fərq eləmir. Na svadьбе və s. və ilaxır. Və dediyim kimi də şəhərlər, ölkələrdə vıdırsa, adalarda isə na istifadə olunur.